Bax, mən çəkiliş edirəm. Salam əzizlərim, nə tərslicəsiz? Biz Şəfa Ocağı Klinikasının rəhbəri, Reçin şirkətinin istehsalçısı, yəni məhsullar istehsalçısı ilə gedirik. Can həkimi, terapevt həkimlə gözəl bir tədbirə getdik. Ən ziyalı insanlarla. Maşınımız necə xoşbəxtdir, necə xoşbəxtdir. İlahi, gör kimləri də aparır. Adınızı, özünüzü təqdim eləyin. Rafiq Abdullayev, Eldar Abdullayev kardeşler. Ben Eldar, Rafiq müəllim. Buyur Rafiq. Hə. Mənim telefon. Rafiq müəllim, demişsiniz, qalxda da işləmisiniz. Hə? Qalxsa işləmişəm. Nə işləmisiniz? Hə? Nə iş- Rəis olmuşum, qaxın rəis olmuşum. Hə, indi harada? Kasıb da birinci kasıb Malaxov Seyid idi. O mənlə çox indi olmasa Allah rəhmətə gedib, çox Dağıstanda getsin, rəhmətə gedib. O uzun müddət bir yerdə olmuşuq onunla. Hə, çox gözəl, çox Hə. gözəl. Siz harada iş? Ben Balakəndə de Daxili İşlər Nazirliyində işləmişəm. İki qardaş o vaxt Rusiyada SSR dövründə məktəblər qurtarmışıq əla qiymətlərlə. Çox Və öz qüvvəmizlə sonra ki, Daxili İşlər Nazirliyində müəyyən dövrlər 96-cı iləcən işləmişəm. burada Orada istifa vermişəm. İkiniz də adınızı, soyadınızı deyin bir də. Abdullayev, Eldar Abdullayev. Çox gözəl. Harada doğulmuşdunuz? Quba. Qubada. Nə gözəl. Buradan salamlayıram Qubalıları. Siz? Çıxırıq düşür. Siz müəllimə. Şəbək Sərgi Ələtfili, Şəbək Məmmədovanın şairə yazar. Yıxmışdılar məni. Çox xoşdur sizdən bir yerdə getmək. Az qaldı yıxırdı məni. İmişli qardaş. Salam əleykum. Necəsiz? Sağ olun. Biz gözəl tədbirdən gəldik. Çox sevindik. Uğurlu, xeyirli olsun Sağ olun. inşallah. Adınızı, soyadınızı. Seyid Qasım Məmmədov. Nə işlə məşğul idiniz? Hələ işim yoxdur. Yox, elminiz var da. İqtisadçıyam. İqtisadçı. Çox gözəl. Uğurlar olsun inşallah görüşmək ümidi ilə. İnşallah. Oturur, sonra kalkanda biraz ayaklar. Xanım gəlin sizdən də bir sorğu-sual eləyim yaxşı mənada. İnşallah məlumat gələr sizin danışarsınız. Siz özünüzü təqdim eləyin. Ben de Sevin Zalıyeva, pedagog, dairəsinin müəlliməsiyəm. Bugünkü həqiqi bizim bugünkü görüşümüz mənə çox xoş təsir bağışladı. Bu cür belə ali savadlı, belə vətənpərvər insanlarla bir yerdə yığışmışdıq. Çox şad oldum. Çox sağ ol. Adınız, soyadınız? Sevinç Alıyeva. Hansı rayondan? Sumqayıt şəhəri. Hə, çox gözəl. Gözəl. Nə gözəl gündür bu gün. Maşın bugün xoşbəxt olubdu. Nə ziyalı adamlarla görüş keçirdik. Sağ olun, salamat olun. Mənim telefon deyə İnşallah yazaram. Qrupda varsınız da, qrupda. Sağ olun gözəllər. Şey qrupu mənə atarsınızsa. Başla, başla. Siz var olsun. Qalacaq məndə yadigar. Sağ olun, salamat olun. Sağ olun, salamat olun. Çok sağ olun. Çox sağ olun. Sağlamlığımızı bərpa etmək üçün həkimimiz də yanımızdaydı. Həkim Reçin şirkətinin sahibi, Şəfa Ocağı Klinikasının rəhbəri, can həkimi, terapevt. Hə, necə? Buradakı həmişəki kimi Nüvər Şərifova, vətənpərvər şairə, çılğın xanım. Sağ olun əzizlərim. İnşallah gözəl görüşlərdir. Salamat olun. Sağ olun. Allah'a emanet olun. Sağ olun. Sağ olun. Sağ olun. Mənə mütləq. Mütləq. YouTube'a koyacağım. YouTube'a. İnşallah indi daha həkimimiz də var, terapevt. İnşallah. Ben özüm elə demişəm, mən özümlə məşğul olacağım. Bu illəri artıq özümə də bir canlı Mənə bir olsam. zəng elərsiniz siz. Mən Bəli. sizə bunlardan da başqa işlər də atım. Ruşka var sizin üstünüzdə. Yəni. Sizin nömrə Məndə var, sumkada dayan verim. Məndə də. Sağ olun əzizlərim, salamat qalın. Xoş ovqatdan ayrıldıq, gözəl bir təqdimatdan, tədbirdən ayrıldıq.